Hamımız bilirik ki, pul yığmaq vacibdir, düzdürmü? Yəni, bu, şəxsi maliyyənin qızıl qaydasıdır. Bəs əgər sizə desəm ki, bu qaydaya həddindən artıq riayət etmək əslində həyatınıza ziyan vura bilər? Gəlin bugün pul yığmaq haqqında bildiyimiz hər şeyi bir növ sual altına alaq. Yaxşı, gəlin birbaşa əsas sualdan başlayaq. Həddindən artıq pul yığmaq deyə bir şey varmı? Yəni, bu mümkündürmü? Bax, bu sual bütün müzakirəmizin mərkəzində dayanır və inanın, cavabı sizi çox təəccübləndirə bilər. İlk bölməmiz yığımçının paradoksu adlanır. Burada çox maraqlı bir fikrə baxacağıq. Həddindən artıq qənaət etməklə, həddindən artıq xərcləmək əslində eyni medalın iki fərqli üzü ola bilər. Baxın, paradoks tam olaraq budur. Bir tərəfdə hədsiz xərcləyən var, digər tərəfdə isə hədsiz yığımçı. Kənardan tamamilə fərqli görünsələr də, əslində hər ikisi eyni problemdən əziyyət çəkir. Pul onların həyatını idarə edir. Biri bugünün anlıq həzzi üçün gələcəyi yandırır, o biri isə heç vaxt gəlməyəcək bir gələcək üçün bugününü qurban verir. Nəticədə hər ikisi də pulun əsrinə çevrilir. Bu sitat məncə hər şeyi mükəmməl şəkildə izah edir. Yəni, əsas problem sizin xərcləməyiniz və ya yığmağınız deyil. Əsas problem odur ki, pul sizin üçün bir alət olmaqdan çıxıb, həyatınızı idarə edən bir ağaya çevrilir. Və düşünməyin ki, bu sadəcə bir nəzəriyyədir. Bu, çox real bir problemdir. Maliyyə məsləhətçiləri tez-tez belə bir halla qarşılaşırlar. Təsəvvür edin, insanlar bütün ömürlərini pul yığmağa həsr edirlər. Nəhayət təqaüdə çıxıb o pulların bəhrəsini görmək vaxtı çatanda, bacarmırlar. Çünki qənaət etmək vərdişi onların beyninə o qədər dərin hopub ki, xərcləmək fikri onlara psixoloji cəhətdən qeyri-mümkün gəlir. Yaxşı, gəlin növbəti bölməyə keçək və görək, rəqəmlər, yəni statistik məlumatlar bu barədə nə deyir? Həqiqətənmi daha çox pul insanı daha xoşbəxt edir? Və əgər edirsə, bunun bir həddi varmı? Yəqin ki, bu rəqəm hamınıza tanışdı. İldə $75.000. İllər boyu deyilirdi ki, bu pulun xoşbəxtliyi artdırmasının dayandığı, yəni pik nöqtəsidir. Amma gəlin bir şeyi nəzərə alaq. Bu araşdırma həm biraz köhnəlib, həm də ABŞ-dan kənarda aparılıb. Amerikada aparılan daha yeni, daha müasir araşdırmalar isə göstərir ki, bu rəqəm əslində $125.000 daha yaxındır. Yəni, bu gəlir səviyyəsinə çatandan sonra əlavə pulun gətirdiyi xoşbəxtlik artımı yavaş-yavaş azalmağa başlayır. Və nəhayət, araşdırmalar göstərir ki, ABŞ-da illik təxminən $500.000 gəlirdən sonra qazandığınız əlavə pulun sizin xoşbəxtliyinizə demək olar ki, heç bir təsiri qalmır. Bu nöqtədə həmin o xoşbəxtlik əyrisi tamamilə düz bir xəttə çevrilir. Baxın, bu qrafik məsələni çox aydın göstərir. Gəlirinizi 50.000-dən 100.000-ə çatdıranda xoşbəxtlik səviyyənizdə böyük bir sıçrayış olur. Amma məsələn, 150.000-dən 200.000-ə artım o qədər də böyük təsir göstərmir. $500.000-dan sonra isə qazandığınız hər yeni dollar xoşbəxtlik baxımından demək olar ki, heç bir fərq yaratmır. İndi isə gəldik ən təəccüblü məqama. Sən demə, elə bir nöqtə var ki, oradan sonra əyri nəinki düzləşir, hətta aşağıya doğru getməyə başlayır. Söhbət ildə 3-4 milyon dollardan çox gəlirdən gedir. Bu səviyyədəki pul adətən özü ilə birlikdə daha çox problem, daha çox stres və daha çox öhdəlik gətirir. Bu da sonda insanın ümumi həyat məmnuniyyətini azalda bilir. Yaxşı, indi gəlin bizim maliyyə qərarlarımıza çox güclü, amma çox vaxtda mənfi təsir edən bir amildən danışaq. Sosial təzyiqdən, yəni ətrafımızdan. İndi sizə ağla sığılmaz bir statistiki fakt deyəcəm. Araşdırmalar göstərir ki, əgər kimsə lotereyada böyük bir məbləğ udursa, onun qonşusunun müflis olma ehtimalı artır. Bəli, düz eşitdiniz. Bir insanın qəfil varlanması ətrafındakiləri istər-istəməz özlərini müqayisə etməyə və gücləri çatmayan xərclər etməyə sövq edə bilir. Bu, sosial müqayisənin nə qədər güclü və təhlükəli bir qüvvə olduğunun ən bariz sübutudur. Deməli, məsələ nədir? Biz kiminlə daha çox vaxt keçiririksə, onların həyat tərzini normal qəbul etməyə başlayırıq. Bu bizim üçün uğur anlayışını formalaşdırır. Təsəvvür edin, əgər ətrafınızdakı hər kəs bahalı restoranlara gedirsə və ya uşaqlarını bahalı məşğələlərə göndərirsə, bir müddət sonra siz də onlarla ayaqlaşmaq üçün təzyiq hiss edəcəksiniz. Hətta gücünüz çatmasa belə. Yaxşı, bəs bütün bu mənfi məqamları nəzərə alsaq, pul yığmağın əsl mənası nə olmalıdır? Gəlin bu bölmədə pul yığmağın məqsədini tamamilə fərqli bir bucaqdan dəyərləndirək. Bəs pul yığmağın əsl məqsədi nə olmalıdır?
Məncə, bu sitat cavabı mükəmməl şəkildə ifadə edir. Məqsəd sadəcə daha çox pul toplamaq, varlı olmaq deyil, əsl məqsəd müstəqil olmaqdır. Müstəqillik deyəndə nəyi nəzərdə tuturuq? Bu sadəcə çoxlu pul demək deyil. Bu, seçim azadlığıdır. Bu, sevmədiyin bir işdən çıxa bilmək gücüdür. Bu, həyatın qarşına çıxartdığı hər hansı bir böhranla rahatlıqla üzləşə bilməkdir. Qısacası, öz həyatının sükanı arxasında oturmaqdır. Və bu, addım-addım gedilən bir yoldur. Təsəvvür edin, bir günlük xərclərinizi qarşılayacaq qədər pul yığmaqla başlayırsınız. Sonra bir həftəlik, sonra bir aylıq və nəhayət 6 aylıq təcili yardım fondu yığdığınız an, bax həmin an həyatınızdakı stres səviyyəsi kəskin şəkildə aşağı düşür. Çünki artıq bilirsiniz ki, həyatın gözlənilməz zərbələrinə qarşı bir qalxanınız var və bu, pulun ala biləcəyi ən dəyərli şeydir. Yaxşı, belə başa düşdük ki, nə hədsiz xərcləmək, nə də hədsiz pul yığmaq yaxşıdır. Məsələ balansdadır. Amma bəs bu balansı, bu qızıl ortanı tapmaq niyə bu qədər çətindir? Gəlin son bölməmizdə məhz bu psixoloji maneəni araşdıraq. Bu nümunələr yəqin ki, çoxlarına tanış gələcək. Düşünün, bütün ömrü boyu hər qəpiyini hesaplayan bir insan üçün birdən-birə xırda, gündəlik şeylərə pul xərcləmək çox çətin ola bilər. Uberə 15 dollar vermək əvəzinə 2 kilometr yol getmək və ya sevdiyi yeməyə əlavə sous üçün pul verməmək kənardan məntiqsiz görünə bilər. Amma bu, illərlə formalaşan və dərin kök salan vərdişlərin birbaşa nəticəsidir. Problem də elə bundadır. Bu, sadəcə, sabahdan pul xərcləyəcəm deməklə həll olunan bir məsələ deyil. Bu, 10 illiklər boyu beyninizə həkk olunmuş bir davranış modelini sındırmaq deməkdir. Və bu, hətta maliyyə cəhətdən çox uğurlu insanların belə üzləşdiyi real bir psixoloji mübarizədir. Və sonda, gəlin bu müzakirəni çox vacib bir sualla yekunlaşdıraq. İstəyirəm, bir anlıq dayanasınız və səmimi şəkildə özünüzdən soruşasınız. Mənim üçün pul nədir? O, mənə azadlıq, yeni təcrübələr və xoşbəxt anlar bəxş edən bir alətdirmi? Yoxsa sadəcə bank hesabında durmadan artan bir rəqəmə, yəni özü-özlüyündə bir məqsədə çevrilib? Bu suala verəcəyiniz cavab sizin pulla olan münasibətiniz haqqında çox şey deyəcək.